Belədir, dəyərli izləyicilər və izləməyənlər. Bir həssas mövzudan bəhs edəcəm sizə. İlk baxışdan bir çoxları üçün hücum motivi də yarada biləcək mövzudur. İdman qələbələri və vətənpərvərlik pafosu arasında əlaqələri canlandırmaqdan söhbət gedir. Bəri başdan deyim, futbol fanatı deyiləm. Amma bu o demək deyil ki, bizim futbol komandalarının qələbələri və ya məğlubiyyəti mənim üçün tamamilə laqeyd və unudulmuş bir küncdə yerləşir. Azarkeş olmadığıma görə sıradan bir xəbər kimi qəbul edirəm, qoyuram pozitiv ovqa tərəfinə, bir müddət orada qalandan sonra üstünə başqa bir xəbər gəlir və s. Sizə demək istədiklərim idmanın yaramaz diktatorların əlində kütləvi psixoz instrumenti kimi istifadə edilməsi faktları ilə bağlı olacaq. Kimsə də ağzını burnunu əyməsin. Diktatorların əlində bütün resurslar və vasitələr cəmiyyətə qarşıdır. Bunun əksini sübut edən argument yoxdur. İdman da təkcə fiziki fəaliyyət deyil, həm də siyasi və ideoloji alətdir. Tarix boyu az qala bütün diktatorlar idmandan propaganda, milli birlik iksirinin yaradılması və özlərini qəhrəman kimi göstərmək üçün istifadə ediblər. Əcəba idman diktatorun gücünü mü artırır, yoxsa xalqın dirənişini mi batırır? Tələsməyin və bir neçə nümunəni sizə ərz edəndən sonra şərh hissəsinə də keçəcəyik. Adolf Hitler 1936-cı ildə Berlin Olimpiyadasından maksimum səmərə ilə istifadə etmək üçün bütün təbliğat vasitələrini işə saldı. Əsas məqsədi ari irqinin üstünlüklərini təcrübədə dünyanın gözünə soxmaq istəyi idi, amma xırdaca bir dilxorçuluq oldu. Qara dərili idmançı Jesse Owens 4 qızıl medal qazanaraq bu təbliğatı alt-üst etdi. Amma Hitlerdən fərqli olaraq Mussolini'nin bəxti gətirmişdi. İtaliya 1934 və 38-ci illərdəki futbol üzrə dünya çempionatlarında qalib gəldi və Mussolini bu qələbələrdən nəyi var istifadə etdi, rejiminin xarizmasını kütləvi şuurda gücləndirdi, İtaliyada diktaturanı bərk etdi, İtalyanlara da babat gürur elementləri yedizdirdi. Stalin üçün gəlişdirilmiş Sovet idmanı cəlbedici sosialist insanı obrazını Sosinterin xətti ilə bütün dünyaya saçmaq vasitəsi idi. Ölkə daxilində onun əlavə qayğısı yox idi. 30-cu illərdə cəmiyyət problemini həll edib qurtarmışdı. Şimali Koreya, Çin, Kuba kimi diktaturalarda da idmana xalqı hakimiyyətin gücü və ideologiyasının altında presləyərək birləşdirmək aləti kimi baxış həmişə aktual olub. Müasir diktaturaların idman sevgisi haqqında da aşağı-yuxarı bu qəlibi tətbiq edə bilərsiniz. Sadə bir əlavə ilə ki, böyük idman, böyük pulların yuyulması və legallaşdırılması üçün də gözəl müstəvidir. Amma ideoloji siyasi cəhəti belədir ki, diktatorlar üçün idman həm kütlələri siyasi olmayan müstəvidə cəmləşdirərək məşğul etmək, həm də fərdi azadlıqları kollektiv ideologiya içində əridərək siyasi məzarlıq sabitliyini qorumaq vasitəsidir. Biraz da bu tərəfi var ki, avtoritar rejimlər idmanı beynəlxalq arenada siyasi legitimliyin möhkəmləndirilməsi üçün də istifadə edirlər. Bu baxımdan İlham Əliyevin hətta BMT tribunasında səsləndirdiyi Azərbaycan idman dövlətidir şüarı sadəcə demagogiya deyil, həm də ciddi tərtib edilmiş konspekt tezisidir. Bu konspekti tərtib edənlər müasir dövrdə adına sport washing fenomeni, yəni idmanla imic yumaq deyilən bir bicliyə başvururlar. Sport washing anlayışı belə bir strategiyanı nəzərdə tutur. Dövlətlər insan haqları pozuntuları və siyasi repressiyalar fonunda beynəlxalq idman tədbirləri vasitəsilə öz imiclərini təmizləməyə çalışırlar. Məsələn, Putin Rusiyası Soçi qış olimpiyadasını 2014-cü ildə və FIFA Dünya Çempionatını 2018-ci ildə təşkil etməklə beynəlxalq aləmdə siyasi nüfuzunu gücləndirməyə və qərb sanksiyalarının yaratdığı təcridi yumşatmağa çalışmışdı. Bu bicliyin məqsədi beynəlxalq ictimaiyyətdə müasir, tolerant və texnoloji inkişaf etmiş dövlət imicini formalaşdırmaqdır. Azərbaycan nümunəsinə də ötəri bir nəzər fırlayım ki, sonra kimsə deməsin ögey doğmalıq edirəm. Dediyim kimi, İlham Əliyev uzun illərdir idman faktorunu minib çapır,
İdman Azərbaycanda babat pulların fırlandığı bir sektordur. Demək olar ki, bütün çağdaş avtoritar liderlərin idman illüziyalarının hamısından biraz daha artıq diqqət sərf edilir. Üstəlik axı İlham Əliyevin özü də Olimpiya İdman Komitəsinin əvəz olunmaz rəsmi sədridir. Sport washing Əliyevin də ülvi niyyətlərindən biri olaraq qalır. Dövlət səviyyəsində idman infrastrukturuna böyük sərmayələr qoyulması, Bakı 2015 Avropa oyunları, Formula 1 Grand Prix'si və digər beynəlxalq tədbirlərin təşkili ölkənin beynəlxalq imicinin kirini pasını təmizləməyə yönəlib və bunu hamı əla bilir, görür, fərq edir. Bəs nədən diktatorlar idman yarışlarını və idmanı sosial fırıllaq siyasəti kimi istifadə edə bilirlər? İdman yarışları kütlə üçün sadəcə əyləncə deyil, həm də emosional sublimasiya, rahatlanma da deyə bilərsiniz, formasıdır. Böyük filosoflar, psixoloqlar sübut ediblər ki, insan cəmiyyətində təzyiq altında saxlanılan agresiya və instinktiv impulslar təhlükəsiz və sosial cəhətdən qəbul olunan formaya, məsələn, idman rəqabətinə ağrısız çevrilə bilir. Yəni, kütlə fiziki zorakılıq əvəzinə simvolik döyüşdə oyun, yarış, stadion transı kimi yarışlarda iştirak edərək daxili gərginliyini boşaldır. Bu, emosional sublimasiya kollektiv bir ekstaz vəziyyətidir. Bəzən onu sosial orqazm da adlandırırlar. Çünki o, fərdin öz sərhədlərini aşaraq kütlə ilə birləşdiyi intensiv duyğu halı yaradır. Bu hal həm təhlükəli, çünki manipulyasiyaya açıqdır, həm də insan təbiyyətinin sosial bağlarını dərinləşdirən bir təcrübədir. Totalitar rejimlər bu psixoloji mexanizmdən ustalıqla istifadə edirlər. Onlar stadiondakı kollektiv ekstaz vəziyyətini liderlə xalq arasında emosional müqavilənin rituallaşması kimi qəbul və təqdim edirlər ya da ən azı çalışırlar ki, bu çərçivə möhkəmcə qorunsun. İdman yarışlarında bəzən şəxsən diktatorun simvolik iştirakı, məsələn, tribunadan əl yelləməsi, idmançılara medal verməsi və s. bunlar da məqsədlidir və belə bir niyyət hesaba salınır ki, bu epizodlar kütlənin lideri doğru emosional transferini möhkəmləndirə bilər. Beləcə, idman yalnız siyasi hadisə deyil, həm də psixoloji tələ kimi istifadə edilir. Sistem, kütlənin təbii ehtiyaclarını özünün qurduğu qəlibin içinə soxaraq ora pərçim etməyə nail olur. Elə bunun davamı olaraq da çağdaş sosiologiya elmi iddia edir ki, müasir kütləvi mədəniyyət fərdin içindəki narazılığı və sosial enerjini zərərsizləşdirilmiş formaya yönəldir. İdman bu baxımdan sosial ventilyasiya sistemi rolunu da oynayır. İnsanlar kollektiv ekstaz vasitəsilə sosial gərginliyi azaldır, həm də reallığı dəyişmək gücünü itirirlər. Bu, psixoloji orqazma bənzər bir haldır. Qısa, intensiv, həm də nəticə etibarıyla pasitivləşdirici bir emosional boşalma. Diktatorlar və avtoritar sistemlər üçün bu ideal vəziyyətdir. Beləcə, kütlə öz azadlığını emosional partlayış şəklində təcrübədən keçirir, lakin bu azadlıq estetik illüziyadan o tərəfə keçmir və bunu bəzən kollektiv trans vəziyyəti də adlandırırlar. Klassik sosiologiya elmi kollektiv trans anlayışını dini mərasimlərlə əlaqələndirirdi, amma eyni fenomen müasir stadionlarda da müşahidə olunur. İdman yarışları kütlənin öz kimliyini birlikdə yaşadığı anlara çevrilir. İnsanlar eyni ritmdə qışqırır, ağlayır, qələbəni biz şəklində təcrübə edirlər. Bu, həm sosial bağ yaradır, həm də hakimiyyətin istədiyi vahid kütlə modelini qəlibləşdirir. Beləliklə, idman diktator üçün yalnız siyasi səhnə deyil, həm də emosional laboratoriyadır və burada xalqın duyğuları ölçülür, formalaşdırılır, sınaq kolbalarına doldurulmaqla nəzarət altına alınır. Gələ biləcəyiniz daha bir qəti qənaət də belədir ki, idman yarışlarının yaratdığı sosial-psixoloji orqazm həm insan təbiyyətinin təbii ehtiyacı, həm də siyasi sistemlərin manipulyasiya etdiyi bir mexanizmdir. Diktator bu emosional enerjini həm idarə etmə aləti, həm də təhlükəsizlik klapanı kimi istifadə edir. İdman bu mənada azadlığın teatrı olduğu qədər də itaətin
laboratoriyasıdır. Güman edirəm, anlada bildim. İndi kimsə durub mübahisələndirmək istəsə ki, sənin dediyin bu düsturlar Chelsea-Qarabağ oyununa da məsələn aiddirmi? Gərək mən yox cavabını verim, yoxsa vətənpərvərlik göstəriciləri üzrə cəmiyyətdən dışlanmaq təhlükəsi altına düşə bilərəm. Çünki Qarabağdakı müqəddəs qarət, tender soyğunları, portal keçidləri, qarət üçün kəşfiyyat layihələrinə daxil edilmiş faydalı qazıntı yataqları və s. iri korrupsiya prosesləri vətənpərvərlik qəzası yaratmaz. Amma Qarabağ klubunun oyununa azarkeşlik etməyən istənilən adamı kafir və mürtəd elan etmək şərən caizdir, müstəhəbdir, vacibdir.